Əməkkeşdi, bilirsiniz onun fəaliyyəti çox genişdir bu dəqiqə. Yəni teatrlarda da çalışır. Yəni bu yaxınlarda oynayacaq yəni. Gəlsin, özünü dəvət edək, özü gəlsin. Xoş gördük. Azər də. Necəsiz? Çox sağ olun. Xoş gördük Azər. Necəsən? Yaxşıyam. Çox sağ olun. Çox sağ olun ki, gəlmişsiniz, maraqlanırsınız. Minnətdarıq sizə. Sizə də uğurlar arzu edirəm. Bizim borcumuzdur ki, sənətkarlarımızı hər zaman yad edək. Elə Zaur bəy kimi sənətkarımız Zaur bəyin də bu Azərbaycan musiqisində böyük bir xidmətləri var. Həm də siz çox şadsınız ki, atanız sənətkardır. Əlbəttə, Zaur Zayevin oğlu olmaq həm məsuliyyətlidir, həm maraqlıdır. Mənim bir nömrəli kritikim də özü mənə hər zaman dəstəyin göstərib. Mən də hər zaman onun yanındayam və bunun üçün də çox şadam və çox xoşbəxtəm. Minnətdaram Azər, mən də sənə, sənin istəyi və sənin bütün arzularına qoşulub sənə uzun ömrü, can sağlığı arzu edirəm. Xoşbəxt olursan, mən bu. Çox sağ olun. Ata olaraq Zaur bəy hər zaman sizə nə məsləhət verib? Məsləhətdən əlavə nümunə olub mənim üçün. Məsləhət vermək olar, amma yəqin ki, evlada onu göstərmək lazımdır. Ki, evlad onu görür, götürür, öyrənir. Ona görə də özü mənim üçün nümunədir indi də. Yəni, hər bir işimdə həmişə mənə dəstəkdir, həm mənə dostdur, həm kolleqamdır, həm atamdır. Ona görə özümü çox xoşbəxt sayıram ki, bu ailədə göz açmışam və belə bir insan mənim atamdır, həmçinin mənim anam. Yəni, belə bir insanların ailəsində göz açmışam. Ümumiyyətlə, Azərbaycanda göz açmışam. Ona görə də özümü çox bəxtəvər sayıram. Baxın, bizim verişimiz bir tarixdir. Bu veriş də tarixdə qalacaq. Mən istəyərdim ki, bugünə qədər atanıza demədiyiniz hansısa bir sözü etiraf eləyəsiniz atanıza. Və veriş tarixdə qalacaq. Biz o dost olduğumuza görə elə bir, yəni, aramız çox yaxındır. Ona görə də açıq elə bir etiraf, o bilir ki, mən həmişə onun yanındayam. Yəni, mən özümü atamdan ayırmıram, biz elə eyni insanıq elə bir. Tamam, elə təsəvvür edin ki, biz ikimiz bir ürəkdə iki cənabız, həqqi mənada. Yəni, üç cənab bir də nadir. Bu iki qardaşlar, başda Azər olmaqdan, yəni bunlar mənim həyatımın ən mükəmməl hissəsidir, ən mükəmməl. Çox şadım, çox sevinirəm ki, belə bir evladlarım var mənim. Həqiqi mən hamıya da arzu edirəm. Bütün böyüyən nəslə ki, Azər kimi, Nadir kimi vətənpərvər olsunlar, xalqın, millətin, dövlətin sevən olsunlar. Bunlar nə qədər xalqına bağlıdırlar, nə qədər milləti sevirlər, onu yalnız və yalnız Yaradan bilir.